Gəlin Qarabağın Polşalı qapıçısı Mateusz Kohalskinin verdiyi son müsahibəyə sürətli bir baxış keçirək. Kohalski, bilirsiniz, Polşa mətbuatına danışıb və orada Azərbaycandakı yeni həyatından, karyerasındakı dəyişikliklərdən və gələcəyi ilə bağlı yayılan o şayələrdən danışıb. Gəlin 3 əsas məqama baxaq. Birincisi, onun ölkəyə uyğunlaşması. Deməli, bura gəlməzdən əvvəl Azərbaycan haqqında demək olar ki, heç nə bilmirmiş, amma deyir ki, insanların səmimiliyi onu sözün əsl mənasında təəccübləndirib. Klub da onu çox yaxşı qarşılayıb və artıq şəhər mərkəzindən kənarda daha sakit bir yerdə yaşayır. İkincisi, peşəkar həyatı və buradakı maraqlı bir ziddiyyət. Qapıdakı yer uğrunda komanda yoldaşı Şahruddinlə sağlam bir rəqabət gedir, amma azarkeş mədəniyyəti deyir Polşadan tam fərqlidir. Məsələn, liqa oyunlarında stadionlar boş olur, amma Avropa oyunlarına gələndə Qarabağın inanılmaz sadiq və səsküylü bir azarkeş kütləsi olur. Və nəhayət, o məşhur transfer şayiələri. Adı Roma, Borussia Dortmund kimi böyük klublarla hallanır, düzdür? Amma Kohalski bu iddialara aydınlıq gətirib. Deyir ki, bəli, bəzi klublardan maraq var, ancaq bu böyük komandalardan hələ ki heç bir konkret təklif yoxdur. Bir sözlə, Kohalski Azərbaycanda yeni həyatına sürətlə uyğunlaşır və gələcəyi ilə bağlı yayılan söz söhbətlərə də son qoyur.